Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Yevlax şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən regional idarələrin rəhbərləri, ziyalılar, qazilər və gənclər iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video çarx nümayiş etdirilib. Yevlax şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev, Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və dövlət qarşısındakı misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, müstəqil, suveren, qüdrətli, güclü Azərbaycan ümumilli lider Heydər Əliyevin şahəsəridir. Möhtərəm prezidentimiz Müzəffər Ali Başkomanda İlham Əliyev 44 günlük vətən müharibəsində qazanılan şanlı qələbəni Azərbaycan xalqına bəxş etməklə ümumilli liderin vəsiyyətini yerinə yetirdi. Qarabağımıza azadlıq və sülh gətirdi. Tədbirin sonunda Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Dövlət Mahnı və Rəqs Ansamblının solistləri tanınmış musiqiçilər tərəfindən Ulu Öndər Heydər Əliyevə və vətənpərvərliyə həsr olunmuş əsərlər səsləndiriblər.